Qonaq gedərkən ən çox nəyə fikir verirsiniz? Sizə açılan süfrəyə, yoxsa sizə göstərilən münasibətə? Qonaqlarım gəlmişdi, mən də onlar üçün belə bir süfrə hazırladım. Qonaq gedərkən, mənim evimə qonaq gələrkən ən çox diqqət etdiyim isti bir münasibətdir, gülər bir üzdür. Ailə dostlarımız bizə gəlmişdi. Çalışdım ki, onlar üçün gözəl bir süfrə hazırlayım. Bu börəyi hazırlayarkən hekayə bölümündə paylaşmışdım və bir çox qızlar reseptini istəmişdi. Elə istəyirəm ki, burada da sizlər üçün də reseptini qeyd edim. Öncə sizə lazımdır 10 ədəd hazır yuxa, 1 stəkan duru yağ, 1 stəkan süd, 1 ədəd də yumurta. Yuxaları hazırladığımız sosda çox gözlətmədən soba tavasına yığırsınız. 1 ədəd yuxanı bu qaydada hazırladıqdan sonra arasını zövqə görə doldura bilərsiniz. Mən toyuq filesindən istifadə etdim. Və biraz da noxud əlavə elədim, o da xüsusi bir dad qatdı. Bəri üçün isə yenə eyni qaydada 5 ədəd yuxanı hazırladığımız sosa əlavə edib sonra isə zərini əlavə edirsiniz. Ən sonda isə çörək otu. Çox sadədir, həm çox tez hazırlanır, həm də ki dadı gözəl idi. Döşəməli plovumuz da hazır, süfrəmizi isə belə hazırlamışdım. Günü isə təzə dəmlənmiş isti çay ilə sonlandırdıq. Bugünlük məndən bu qədər. Səhifəmizi izləyib fikirlərinizi isə mənimlə bölüşməyi unutmayın. Gələn vloqlarda görüşənədək özünüzə yaxşı baxın. Hələlik.